Xoş gəldiniz. Bugün mən özümü mənim tanıyın vlog çəkirəm, dəyərli izləyicilərim. Bu günlərim, yəni mənim adım Ləman, 27 yaşım var. Əkizlər bürcüyəm. Bugün özümü tanıtma vlog çəkəcəm. Çünki səhifəmə gələn baxıram, maşallah artır, yavaş-yavaş artır və istədim ki, vlogu çəkəm. Həm də izləyicilərim bəziləri istədi. İnarsız ilk dəfədir belə bir vlog çəkirəm. Yəni necə var elə bu səsdə silməyəcəm. Sonra nə danışım? Mən 3 uşağın anasıyam və YouTube-da belə həyatımı sizinlə paylaşmağı sevirəm. Əvvəlcədən bu arzum idi və çox sağ olsun yoldaşım sayəsində bu arzum gerçək oldu. Ona sonsuz təşəkkür edirəm. Bizə abunə olmağı indidən deyim, like atmağı, videoya axıracan baxmağı çox xahiş edirəm, unutmayın. İlk dəfədir belə səsləndirmə eləyirəm. İlk dəfə deyil, yox, ikinci səfərdə eləyirəm. Görək necə olur. Yəni yaxşı olsa inşallah bəyənsəz belə səsləndirməli də vloglar eləyərəm. Bu arada bu vloglar çoxdandır. Bu gün heç halım yox idi vlog çəkəm. Onun üçün üzrü sayım belə oldu. İnşallah daha da yaxşılarını çəkərəm Allah qoysa. Hər gün əslində istəyirəm vlog çəkim. Sadəcə bu günlərim gördüm o deyil. Çəkə bilmədim. Başqa nə danışım? Benim ən sevdiyim rəng ağ, qırmızı, qara, səhrayı bu rənglərdir. Ən sevdiyim yemək isə aşdır, ondan sonra kababdır, makarondur, kartof qızartmasıdır. Bu yeməkləri çox sevirəm. Hobbilərim video çəkməkdir. Balalarım imkan versə video çəkəcəm. Al qızım. Al. Nəsə demək istəyirsən? Nə demək istəyirsən? Denə mamaya abunə olun. Sizə qəşəng vloglar çəksin. Yaxşı gətirəm. Mikrofonu istəyir, dəyərli izləyicilərim. Al. Nəsə verirəm, sustururam. Düzdür, hələ ki 2 dəqiqədir mən səsləndirmə eləyirəm. Amma ki, mən fikirləşdiyim kimi deyilmiş bu səsləndirmə eləmək. Nə suallarınız varsa verə bilərsiniz, dəyərli izləyicilərim. Yəni, hələ ki çox utanmamayıb belə vloglar çəkməyə nəsə, nədənsə bilmirəm. İnşallah ki, gələcəkdə belə olmaz. Getdikcə öyrəşərəm. Bəlkə hələ indi baxacam. Bəlkə bu səsi silib təzədən yazdım, onu da bilmirəm. Amma silmək də istəmirəm. Çünki yenə nə danışacam. Heç onu da bilmirəm. 100% ki, bu videoda heç kim qalmayacaq. Elə başlarına vuran ki, hamı çıxıb gedəcək. Çox təəssüf ki, belə olacaq. Çünki bilmirəm nə danışam. Bəlkə də videonun səsini açdım, onu da bilmirəm. Al. Cəmaət necə belə danışa bilmirəm. Qızım atma da yerə. Uşaqlarla çətindir video çəkmək. Prosta ki, mən istəmirəm də saxlayam. Başlamışam, istəmirəm saxlayam. YouTube-da inşallah mən canlılar da açıram. Canlılarla söhbət edirəm. İnşallah YouTube-da istəyirəm ki, çoxlu abunəm olsun, çoxlu baxış sayım olsun Allahın izni ilə. Təbii kim vlog istəyirsə, yəni səhifəmə istəyirəm ki, inşallah bu videodan da məni tanıyanlar olsun. Səhifəmizə gəlsinlər. İnşallah ki, qəşəng. Mən sizə soruşuram, siz də heç nə demirsiniz. Çox təəssüf ki, hələ kütləm azdır onun üçünmü? Məsəl üçün, mən də fikir olar, nə cür vloglar çəkim, nə cür vloglar istəyirsiniz. Çünki mən hələ ki təziyəm deyənə 1 aydır. Bu gün artıq 1 ay oldu YouTube-umun. 1 ay tamam oldu ki, vlog paylaşıram. Sadəcə hələ mən telefonum tez-tez sönür, üzrü sayın. Onun üçün bir də özümə danışıram, bir də görürəm ki, yazmayıb səsi. Təzədən qoşuram, bir də səsi qoşuram. Siz nə edirsiniz? Siz necəsiniz? Siz də mənimlə bir tanış olsanız çox sevinərəm. Sizin neçə yaşınız var? Adınız nədir? Ən sevdiyiniz rəng, hobbiləriniz nədir? Yəni belə ən sevdiyiniz yemək hansıdır? Ən sevdiyiniz, necə deyim, iş hansı işdir?
Ventilatorda durub vura bilmirəm ki, səs yaxşı çıxsın, başqa əlavə səslər gəlməsin. 3 uşağa baxmaq, məsəl üçün, mən çox çətindir, amma Allah canı sağ eləsin, çalışıram ki, baxam. Ay bacım, mən 5 dəqiqə nə səs eləyəcəmsə, 15 dəqiqə 19 saniyəlik videodur. Bu səs çox güman ki, silməyəcəm, çünki silsəm belə eyni şeylər təzədən olacaq. Nə deyil o deyil məndə, məndə sünilik yalandan yoxdur. Neçənci ildə məzun olmuşsunuz? Mən məsələn 2006-da məktəbə girmişəm. 2016-da da məzun olmuşam. Artıq 10 il keçir məzun olmamın üstündən. Bundan sonra videonun səsini açın məncə. Burada elə bir ki, köhnə videolar çoxdur. İndi özünüz görəsiniz, bazarlıq falan var. Hələ bazarlıq eləməmişəm. İnşallah bu ay bazarlıq eləyəcəm, dəyərli izləyicilərim. Bazarlıq eləyib çəkib paylaşacağım. İnşallah yoldaşım maaş alsın, işləsin. Allahın izni ilə. Bazarlıq videosu da gələcək. İndi axşam bəlkə vlog atdım bir dənə. Yemək vlogu da ata bilərəm. Görün durum nə bişirirəm. Onun vloqunu çəkib atacağım inşallah. Dəyərli izləyicilərim. Nə yaxşı ki varsınız. Mənim videolarımı axıracan izləsəz, çevirmədən, qabağa ötürmədən, arxaya vurmadan çox sevinərəm. Axıracan baxsınız, çox sevinərəm. Rəy yazsaz, şərh bildirsəz, xoşbəxt olaram. Allah hamını xoşbəxt eləsin. İnşallah ki, yaxşı olar. İnşallah gözəl bundan sonra səsləndirmələr eləyərəm. Mən ömrü boyu belə danışmadığıma, ümumiyyətlə çox danışan insan deyiləm, belə başa salım sizi. Çox danışmaqla aram yoxdur. Tanıyanlar tanıyır. Amma ki, məsəl üçün də burada məcbursan ki, danışasan. Danışıq vacibdir. İzləyicilərlə bağ qurmalısan. Ondan danışım qoy sizə. YouTube'a necə başladım? YouTube'a başlamaqda səbəbim valla imkandır. Pulsuzluqdur. Yoldaşım fəhlə işləyir. YouTube'a başladım ki, bəlkə 4000 saatı doldura biləm. İnşallah pul qazanam, yoldaşıma köməklik eləyəm. Evimiz bir otaqlıdır, biri kirayədir, o birisi otaq. İnşallah ki, yaxşı pul qazansam, Allah qoysa pul yığır, ev alarıq, hər deyən görün. Ondan sonra nə deyəcəkdim, az yerindən çıxdı. İmkan vermirsə, uşaqlar da imkan verməyə, səsləndirmə eləyək. Sonra nə deyirdim, yadımdan çıxdı, Allah. Yaddaş yoxdur məndə bu arada, məndə yaddaş qalmayıb. İnşallah ev almaq istəyirəm, Allah qoysa. O da hər birinizin sayəsində ola bilər. Mən əgər videomu axıracan baxsaz, şərh yazsaz, bəyənsəz, hər zaman mənim yanımda olsaz, inşallah bu tezliklə baş verə bilər. Mən də istəyərəm ki, gözəl evim olsun, onda vlog çəkim. Çünki belə evdə, məsələn, bir otaqlı evdə hər gün eyni təmizlik vloqunu çəkməkdən məncə siz də sıxılarsınız, mən də sıxılaram. Başqa maraqlı kontentlər fikirləşirəm. Təmizlik də olacaq vlog. Prosta ki, sadəcə bir dəfə yemək pişirmək, bir dəfə səhər rutini, bir dəfə günorta, bir dəfə axşam, bir dəfə uşaqlarla. İndi baxaq da, hər gün deyirəm ki, çəkəcəm. Prosta ki, telefon zayıfqası ölür. Ən birinci arzum odur ki, telefon ala biləm Allahın izni ilə. Çünki telefon alsam, yaxşı vloglar da gələ bilər. Telefonu qoyuram, param qoyuram zaletkiya. Gələm, çıxaq çəkirəm nəsə. Editləyəncən o zaletqası ölür. Hal-hazırda əlində telefon qızıb, yanır. Dərya, nə durayım? İnşallah ki, bu videonu izləyərsiniz. Heç inanmıram. Çünki çox sıxıcı səsləndirmə elədim. Özüm də bilirəm. Sadəcə 9 dəqiqə, 15 dəqiqə bir şey qalmayır. Səsini də belə verib eləmək istəmirəm. Çünki bura qədər danışmışam. Burada isə King Marketə gedirik. Hövsanda olanlar King Market hardan yiyirsə alış-veriş yazı. Burada əvvəl biraz ucuzluğu idi. Yenə indi bahalaşıbdır burada. Mən məsələn bu ay bilmirəm ki, hansı marketdən gedim eləyim. Lap əvvəllər TikTokdan bilənlər bilir, obadan eləyirdi. Maşallah, obada da qiymətlər bahalaşıb. Yenə 100 manat hər şey ala bilirəm. Sən 100 manata heç sən ala bilmirəm demək olar ki. Hər şey od qiymətinə olubdur.
İndi qalmışam belə ki, hansı marketdən mən alış-veriş edeyim. Hövsanda yaşayanlar varsa məsləhət görə bilərlər. Belə normalda, yəni kasıb ailəyəm. Çinkdoji bahalaşıb, vallahi bilmirəm hardan alış-veriş edeyim. Burada da aldıqlarımı göstərirəm. Mən tanıyım videosu, yəni bu qədər. Çünki başqa üzümü göstərsəm, hə, normal bəlkə də belə oturub söhbət edə bilərəm. Üzümü də göstərmirəm. Belə şey bir cürünə qaldı bu vlog məncə. Tam olmadı. Daha da belə necə deyim, yaxşılaşanda vloglarım, səhifəm böyüyəndə inşallah. Birazdan mən də örgənim, baxıram, mən nərsiniz YouTube'da günümün demək olar ki 24 saatından hardasa 10 saatın falan kəsildirəm uşaqlar rahatlayandan sonra. YouTube vloglarına baxıram, görüm kim necə çəkir. Məsələn, mən sərbəst danışa bilmirəm elə bir. Elə bilirəm ki, milyonlarca insanlar mənə baxır, elə hiss edirəm. Onun üçün adam baxıram, bəlkə neçənci səfərdir Kapkotda reklamlar gəlir, mən söndürürəm. Yenə mən səsləndirməm yarımçıq qalır. Tam belə danışma, yoxum. Yenə reklam gəlir. Nəysə, uca əsəbləşirəm. Hə, onu deyirdim. Baxıram ki, nə gözəl səlis danışırlar, rahat. Mən danışa bilmirəm nədənsə. Özümü darıxdırıram. Nə qədər deyirəm, sakit olacam, sakit səsləndirməliyim. Sakit video çəkim. Eləyə bilmirəm. İndi bəlkə də mənə pis şərhlər gələcək ki, bacarmırsan eləmə falan. İnşallah bacaracam. Heç kim o deyir anasının qarnında örgənməyibdi. Hər şey yavaş-yavaş olur. İnşallah ki, olacaq da Allah qoysa. Bunu zaman göstərəcək Allahın izni ilə. Elə də uşaqlar çox yoğurt alan deyiləm. Sözün açıq, xoşum gəlmir. Ağladıqlarını elə anlamara da. Elə bazarlıqdan bazarlığa. Burada da aldıqlarımı göstərirəm. 12 dəqiqə, 3 dəqiqə qalıb. Nədir Dəriyə? Belə işlər. Dəyərli izləyicilərim, bundan sonra səsini açıram videonun artıq. Kanalımıza abunə olmağı unutmayın. Çox xahiş edirəm. Mənə dəstək olsa sevinərəm. Bu çıxdığım yolda məni tək qoymasınız da çox sevinərəm. Bu videodan əgər inşallah ki, heç inanmıram amma inşallah hər şey Allahın əlindədir. Abunə olsaz, yeni izləyicilər gəlsə çox sevinərəm və çalışıram ki, daha yaxşı vloglar çəkim. İnşallah ki, tənbəllik eləməyəcəm Allahın izni ilə. Bundan sonra belə yox, köhnə vloglardan yox, təzə vlog çəkib elə üstündən səsləndirməliyəcəm. Bu gün demirəm, başım zadım ağrıyıb elədiyinə. Gördüm, halım yoxdur. Həm də telefon zaletkaya qoyuram, zaletka yığmır. Allahdan arzum budur ki, telefonum xarab olmasın. Bir də xarab olsa, zaten borc alıb düzəltdirmişdik. Bir də xarab olsa, heç nə. Mən vlog çəkməyəm getdi, belə getsə. Belə baxıram. İnşallah ki, yaxşı olar. Telefonum xarab olmaz. Çünki sizlərə əslən vlog çəkəndə sevinirəm. Dəriyə, niyə ağlayırsan ömrüm? Sizin də uşaqlar, dostlar, belədir, dəyərli izləyicilərim, belədir. Əziz uşaqlı analar. Mənim uşağım dayanmır, inan Allaha. Bütün günü, lap qucağımda tutsam belə ağlayır. Və məni çox yorur bu vəziyyət. Neynəsəm ağlayır, qucağımda da olsa ağlayır, oynatsam da ağlayır. Əvvəl belə deyildi, sonradan oldu belə. Bilmirəm, 1 yaş sendrom keçirdir, ondan da artıq 1 yaşına tamamlayıb, 2 yaşını keçir. 1 yaş 3 aylıq olacaq inşallah. Bax, indi mikrofon istəyir. O deyil, mikrofonu deyil. Allah, qızların başı şişdi. Qızlar sağ olun, Allah'a emanet olun.